Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0,2, xərclərimiz 0,3% artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox artacaq. 2,4%. Dövlət büdcəsində 1 barel xam neftin qiyməti $65 nəzərdə tutulur. Pravda.azın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn üçün 1 barel xam neftinin qiymətinin $65 nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1 barel xam neftin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları $50-60 intervalında dəyişir. Gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxil olmalarda payının 57,4% proqnozlaşdırılmasıdır. Bu, ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri-neft qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52,3% nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimallaşdırılması baxımından tədqirə layiqdir, deyə deputat deyib. Gələn il müdafiə və milli təhlükəsizlik üçün 8,7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə isə 7,6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4,8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7% proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci ilə müqayisədə 121 milyon manat yaxud 2,54% çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərcləridir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40%-dən çoxunu təşkil edəcəyi gözlənilir. Gələn il hansı artımların olacağına gəldikdə isə, mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu, 1.100.000 vətəndaşımızı əhatə edəcək, bu xərclər büdcədə nəzərdə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq deyə Vüqar Bayramov əlavə edib.